gəzirik. Məsələn, onların sayəsində nəinki ərazi bütövlüyümüz, suverenliyimiz bərpa olundu. Bizim qürurumuz döyüş meydanında təmin edildi. Bizim ləyaqətimiz döyüş meydanında təmin olundu. Bugün biz qürurla başı dik gəzirik. Məhz onların sayəsində. Müşfiq balamız həqiqətən bir qəhrəmanlıq nümunəsi göstərdi. 18 yaşlı yenicə tamam olmuş igidimiz Xocabəndin, Füzulinin, Cəbrayılın azad olunması uğrunda şücaət göstərdi, qəhrəmanlıq nümayiş etdirdi. Və bu, belə bir övlad yetişdirdiyinə görə onların valideyninə dərin minnətdarlığımı bildirirəm. Onların qarşısında baş əyirəm ehtiramla. Biz onların bu qəhrəmanlığını heç vaxt unutmayacağıq. Onların ruhları bizim üçün bir müqəddəs ruhdur. Onları bir günəş kimi daim olaraq bizim başımızın üstündə duracaqlar. Onların şəfəqləri daim bizim başımızın üzərində parlayacaq. Və bu şəfəqlər onların ailələrini, onların övladlarını qoruyacaq. Və daim olaraq bizim gənc övladlarımız üçün bir vətənpərvərlik ruhu aşılayacaqlar. Bizim də borcumuz, bir vicdan borcumuz şəhid ailələrinin yanında olmaqdır. Şəhidlərimizi daim yad etməkdir, ehtiramla yad etməkdir və bu vicdan borcunu da biz ləyaqət və davamlı olaraq yerinə yetirməliyik. Allah bütün şəhidlərimizə rəhmət eləsin, ruhları daim şad olsun, onların əzizlərinə Allah səbir versin, valideynlərinə Allah səbir versin. Allah rəhmət eləsin, yerləri cənnət olsun. Sağ olun.